bir insana cadu edilibsə onu oxuyur. Amma gözəl bir onun da yolu var Quran-ı Kərimdən. Necə təmizləmək olar o cadını? Təmizləmək üçün ən gözəl üsullardan birisi, bunu İslam alimləri təcrübə ediblər. Sidir tozu var, sidir tozu deyirlər, sidir yarpağı. Bunu dini dükanlarda satırlar. Sidir tozunu döyürlər, amma hazır satırlar indi sidir tozunu. Sidir tozundan çünki o cadu şeytan ona Quran oxunandan sonra nifrət edir, qaçır evdən. O Quran oxunandan sonra. Sidir tozunu dini dükanlardan istəyən tapa bilər. Dini dükanlarda satılır. O sidir tozunu suya qatır. Deyək ki, 2 litr, 3 litr suya qatır. Və həmən suya ağzını yaxınlaşdıraraq birinci nəyi oxuyur? Ayət-il Kürsi. Əl-Bəqərə surəsi 255-ci ayə. Və çalışmaq lazım bunu olduğu kimi ərəb dilində oxumaq. Onun təsiri daha şiddətlidir. Başqası oxuya bilərmi onun? Başqası oxuya bilər. Oxuyan bir insanı oxutturun. Çünki öz dilimizdə oxuyanda onun təsiri itir. Nəyə görə? Çünki o mənadır. Quranın özü deyil. Quranın təsirinin o sirri nədədir? Ərəb dilində onu oxumaqda əzəmətliyi ondadır. Allahu la ilahe illa huvel hayyul qayyum. Görün necə başlayır. Allahu la ilahe illa huvel hayyul qayyum. Allahdan başqa ibadətə layiq məbud yoxdur. El-hayy el-qayyum. El-hayy, daimi yaşayan, bütün kainata həyat verən. Əzəmətli bir ayədir. Əl-Bəqərə surəsi 255-ci ayə. Bunu nəyin ki suya oxumaq? Onu sonra deyərəm, dinləyicilərimizin qarışmasın. Bunu oxuyursan suya, ağzı yaxınlaşdırıb. Həmçinin Əl-Fatihə surəsi. Əl-Fatihə surəsi əzəmətli bir şəfadır. Amma insanlar görsən bundan istifadə etmirlər. Hətta insan bir yerə ağrıyanda ağırdığı yerə əlini qoyub Əl-Fatihə surəsini oxusun. Allaha inanaraq. Görün ağrılar necə keçəcək. Əl-Fatihə surəsinə insanlar evlatlarını müalicə eləyərdi. Peyğəmbər sallallahu sahabələr əhl-i-beyti müalicə eləyərdilər bir-birlərini. Fatihə surəsini əzəmətli bir surə oxuyursan həmən suya. Sonra İxlas surəsi. İxlas nədir? Yəni son Əl-Bəqərə 3 surədən birisi. Qul huvallahu əhəd, de Allah təkdir. Allahu saməd, Allah saməd. Yəni bütün kainat ona möhtacdır. O heç bir şey möhtac deyildir. Ləm yelid və ləm yulad və ləm yekun lehu kufuven əhəd. Onun doğmuşdur, nə doğulmuşdur. Onun tayı, bərabəri, bənzəri yoxdur. Nə doğmuş, nə doğulmaz. Yəni hamısını deməyim soya qədər. Fələq surəsi, əzəmətli bir surə. Fələq surəsi, həmçinin Nas surəsi. Bunlar Nas surəsi, bu 3 sənə surə ümumiyyətlə qorunmaq üçündür. Bunu oxuyur surə. Sonra Araf surəsi 117-119-cu ayə. Yəni ayələr mən hamısını oxumuram burada. Vaxtımız yoxdur. Yəni dinləyicilərimiz bunu sonradan yaza da bilərlər. O dediyim surə ayələri. Ondan sonra suyu qarışdırandan o sudan içə bilərsən. O suyu başqa bir neçə litr suya əlavə edib o sudan çimə bilərsən, çimirsən. Çim amma suyu gələ deyil kanalizasiyaya atmayasan. Çünki Quran oxunub. Bir vannanın içərisində deyə suyu sonra atma ağacın dibinə, həyətə. Həmən sudan çiləyə bilərsən evdə müəyyən